Tonal kremsiz makyaj həm də 5 dəqiqədə. Hər kəsə salam. İlk öncə qaş və kipriklərimi darayaraq başlayıram. Aydanın bir aydan çoxdur etdiyi laminasiyanın qalıcılığı və gözəlliyi. Görün nə qəşəngdir. Səhifəsini aşağıda qeyd eləyəcəm. Bunu da darayım. Nəmləndirici inaf, kollagen nəmləndiricisini istifadə edəcəm. Su bazıdır, çox qəşəngdir. Yayırıq. Parlaq baza Flormar yayırıq. Concealer L'Oreal Infallible gözaltıma, burnumun üstünə, biraz burun kənarıma. Bura və bura. Sabitləyici sprey dağıdırıq. NYX Stick Contour iki tərəfli olan, bunun highlighterı da var. Sabitləyici sprey dağıdırıq. Üzü yuxarı. Likitənlik. Son damcılarıdır. Biraz daha parlaq likitənlik. Dağıdırıq. Biraz gözümüzün üzərinə keçirik. Qara qələm gözümün içinə, yalnız yuxarı hissəsinə. Bordo maskara. Kirpiklərin arasındakı fərq. Wet n Wild parlaq bronzer biraz. Rəngi çox gözəldir. Dodaq qələmi Miss Taste nömrəsini bilmirəm, aşağı yazaram. Dağıdırıq. Flormar Gloss. Tozənlik Dior. Və sabitləyici sprey NYX. Quruduruq və bitdi. Mənim tələsəndə ən çox etdiyim o tonal kremsiz makyaj budur. Belə. Fikirlərinizi rəylərə yazmağı unutmayın. Hələlik.